Əziz izləyicilərim, məni görüb keçməyin. Allaha xatir, köməyinizi əsirgəməyin. Sizin hər dəstəyiniz mənim üçün bir ümiddir, bir yaşama səbəbidir. Qurban bayramının bərəkəti və paylaşma sevinci ilə dolu bu günlərdə, əgər imkan daxilində imkanınız varsa, mənim kimi ehtiyacı olanları da unutmayın. Dəstəyinizlə mənə bayram sevinci yaşada bilərsiniz. Bayramınız mübarək olsun. Allah hər birinizin qurbanını qəbul eləsin. Bu yolda da kim mənə, ailəmə, övladıma əl tutub məni ayaqda saxlamaq üçün 20 qəpiyindən beri keçirsə də, Allah o bacı qardaşlarımızın bütün həyatda nə arzu diləkləri varsa da yerinə yetirsin. Çox sağ olun, Allah hər birinizi qorusun inşallah.